İllərdir dəyişməyən qoğal reseptimi bu dəfə sizlərlə bölüşürəm. Xırçıltılı, yumuşaq və kövrək. Qaldıqca da boyatlanmır. Əvvəlcə aparı hazırlayıram. Suyu, mayanı, şəkəri və unu qarışdırıb kənara qoyuram ki, maya aktivləşsin. Onun üzərinə duzu, sarı kökü, vanili, şəkəri əlavə edib qarışdırıb yumurtanı, xamanı, sirkəni və yumuşaq kərə yağını əlavə edib aktivləşən maya və duru yağı da əlavə etdikdən sonra su və süd qarışımını əlavə edirəm. Hər birini açıqlamada qeyd edəcəm. Əmri yüngülcə yoğurub üzərini örtüb 30 dəqiqə gözlədirəm ki, mayalansın. 30 dəqiqə sonra təkrardan yoğurub 1 saat mayalandırıram. Yaxşıca havasını alıb kündələrə bölürəm. Məndə xəmir çoxdur, siz 1 kilodan 9 bərabər kündə edin. Ara qatı üçün yağı qoyuram əriməyə. Dəzgahı mütləq bitki yağı ilə yağlayın ki, kündələr dəzgaha yapışmasın. Daha sonra kündələrin hər birini asanlıqla açıb salafan altına sərirəm. Açdığım kündədən başlayaraq yağlayıram. Bu halda yaydığınız yuxalar özünü salacaq və asanlıqla genişlənəcək. 2 barmaq enində lentlər kəsirəm. 20 dəqiqə gözlətdikdən sonra içini doldururam. İçliyin hazırlanması əvvəlki postda izahlı paylaşmışam. İçliyi doldurub təkrardan mayalandırıb sonra yayam. Üzərini örtüb təkrardan 40 dəqiqə soba listində mayalandırın. Hazırladığınız ən ləzzətli qoğal olacaq. Vəssalam. Dadlı reseptlər üçün izləmədə qalın.